Niyə namaz qılırıq? Çünki namaz bir universitetdir. Bizə saysız hesabsız dərs verən bir məktəb. Namaz universitetində çoxlu dərslər var. Təkəbbürü kənara qoymaq dərsi, egoist olmamaq dərsi, nizam-intizam dərsi, məqsədli həyat yaşamaq dərsi, pak və sağlam həyat dərsi, vaxtı düzgün idarə etmə dərsi, bağlılıq və asanlıqlardan azad olma dərsi, təvəkkül dərsi, narahatlıqdan və təşvişdən xilas olma dərsi, başqalarına təşəkkür etmə dərsi, mərhəmət və mehribanlıq dərsi, Allah üçün çalışma dərsi, təvəssül dərsi. Bütün bunların hamısı namazın içindədir. Bunları bir-bir açıb izah etmək olar. Namaz sadəcə bir neçə ərəb cümləni ard-arda deyib keçmək deyil. Namaz elə bir universitetdir ki, hər gün bizə yeni dərslər verir. Namaz şeytanın qarşısında elə möhkəm bir müdafiə səddi yaradır ki, artıq o insana yaxınlaşıb onu azdıra bilmir. Əgər namazın həqiqətini dərk edə bilsəydik.